Salam əziz tələbələr, biz bugünkü dərsimizdə sizlərlə CSS-də backgroundlar haqqında danışacağıq, bir də background image yerləşdirilməsi haqqında danışacağıq. Visual Studio'ya daxil olaraq. Burada ilk öncə bir dənə div yaradaq, backgroundumuzu yerləşdirmək üçün. Klassına verək, olsun div 1. Bir viz verəm, 90 ya da biz 100% verək, hamısını tutsun. Bir height verəm. Height'i yerə 100 VH. VH ilə height vermək haqqında növbəti dərslərimizdə danışacağıq bu haqda uşaqlar. Background color. Gəlmişkən background deyək. Yəni background color onun arxasına verilmiş rəngdir. Backgrounddan başlaysa bunun haqqında danışaq. Əvvəlki dərslərimizdə onu görmüsünüz, çox istifadə eləmisiniz. Yəni arxa fona verilmiş rəng background color adlanır. Buna background color verək, silvə. Hələ ki bu qədər dizayn bəhsi məncə kifayətdir. İndi isə bunu bir dənə browser üzərindən Open Visualize eləyək. Tamam, divimiz buradadır. Rəngin görmə sesini belə tündləşdirək. Bu rənglərdə. Tamam. Divimiz ekrandadır. İndi isə bu divə bir background image yerləşdirmə haqqında danışaq. Burada da bir dənə image'imiz var. Gələk bunu copy image adres eləyək. Bir də onun haqqında danışaq ki, yəni background image'i digər HTML-də image yerləşdirmə fərq olmalarına ibarət ki, saytlarda həmişə hissəsində yerləşdirilmiş image'lər background image olur. Çünki onun üzərində yazılar olur, solda saytın adı qeyd alır, ortasında sayt haqqında məlumat olur, sağ hissəsində ulli olur, nav olur. Bunlar hər biri image tagin üzərində yazmaq çətindir. Orada position problemləri var. Amma background image kimi verildi isə bunu qurmaq rahatdır. Gəlirəm bura, background image yazıram, URL yaradıram. Necə ki border image yaradırdıq o kimi. URL-imi sizə göstərdiyim adresi yapışdırıram. Tamam. Gələk buradan da enter vuraq, kodumuza baxaq. Tamam, keçsəm biraz üzərinə. Görürəm ki, şəklim ekrana çıxdı. Amma bir problem var. Şəklim buradan görürsünüzsə kəsilib və təkrarlanmağa başlayıb. Hətta gəlin heyətimi belə eləyək. 150 VH eləyirəm. Tamam, şəklim gəlir sağa. Burada şəkil bitir və təkrarlanmağa başlayır. Eyni qaydada hündürlük baxımlara baxdıqda. Məsələn, mənim şəklimin ölçüsü biraz böyük deyə hündürlüyümü biraz artırdım ki, onu görəsiniz. Şəkil burada bitir. Aşağıda şəklin yuxarı hissəsi, bu hissə təzədən təkrarlanmağa başlayır. Bu nə üçün baş verir uşaqlar? Şəklin ölçüsü kiçikdir, divin ölçüsü böyükdür və div ora sığışmadıqda avtomatik təkrarlanmağa başlayır. Bunun qarşısını almaq üçün nədən istifadə olunur? Background, repeat, no repeat. Yəni backgroundun təkrarlanması, no repeat təkrarlanmasın. Tamam, gördüyünüz kimi bu arxadakı divimizdir. Backgroundimiz isə təkrarlanmadan bunun içərisinə oturdu. Background repeat default olaraq repeat gəlir. Background repeat təkrarlanır. Bundan başqa orada gördüyünüz kimi background repeat x var. Bu nə deməkdir? Sadəcə x oxu üzərində təkrarlanır. Baxın, hündürlük baxımından təkrarlanmayıb, amma n baxımından, viz baxımından şəklin təkrarlanmağa başlayıb. Bir də y var. Y də bunun əksi hündürlük baxımından təkrarlanmağa başlayır. Şəklimizi viz baxımından təkrarlanmır. Tamam, background repeatimizi eləyək. No repeat. Tamam, bu formada oturdu. Bəs necə eləyək ki, şəklimiz ekranımızın hamısını tutsun. Burada background size anlayışı ortaya çıxır. Məsəl üçün bunu gəlib 50% eləsək, həm hündürlük baxımından, həm vizdən, həm də heytdən divin 50%-ni tutur. Gəlib, məsəl üçün, mən bunu 100% eləsəm, avtomatik viz baxımından divimin 100%-ni tutur. Hətta buradan repeat-də slash ataq. Tamam, görürsə, viz baxımından 100% tutdu, amma heytdən 50%-dir, yarısını tutub demək olar. Ona görə şəklim hündürlük baxımından bir o qədər də təkrarlanır. Məsələn, mən gəlib burada 100% eləsəm, 100-ün 100-ə, şəklin divimin içinə tam oturacaq. Gəlin, artıq sizə heytdə yığışdıraq. Tamam, 100 eləyək ya da. Tamam, tam otursun belə. Şəklim tam oturdu. Bəs bu 100-dən başqa nədən istifadə edə bilərəm? Mərcində olduğu kimi tək bir 100 yazsam, bu həm hündürlük baxımından, həm də n baxımından bizə bu görünüşü verir. Yəni, hər ikisində 100% aidi olur. Bir də background size cover var. Onun haqqında da danışaq. Cover'e belə başa düşün ki, əlinizə bir dənə çərçivə almışsınız və şəklin üzərinə qoyursunuz. Hansı hissəyə düşsə o hissəni göstərir. Məndə şəklin ölçüsü yaxşı deyə şəklimin tam hər bir hissəsi düşür. Biraz aşağı hissələri görsənməyibdir.
Hə, şəklimdə aşağı hissəsi düşməyibdir. Sizdə ola bilər ki, şəklinizin çox kiçik bir hissəsi görsənsin. Bəs bu zaman nə etmək olar? Yəni şəklimin mən müxtəlif hissələrini necə göstərə bilərəm? Məsəl üçün yuxarısı ilə aşağısını istəyirəmsə, görürsünüz ki, məsələn məndə şəklin aşağısı düşməyib. Bir gündəliyimi 30 VH eləyin. Baxın, yəni şəklin bu hissəsi də var, amma o düşməyibdir. Qəzən qaytarım 100 VH-a. Bunu necə eləmək olar? Gəlin bura background position. Yəni şəklin hansı hissəsini istəyirsinizsə, onu bura qeyd edirsiniz. Məsəl üçün mən bottom hissəsini istəyirəm. Ən aşağı o dəniz mənzərəni istəyirəm. Baxıram, ən aşağı dəniz hissəsi görsənməyə başladı. Amma yuxarıdakı buludlarım hamısı tam düşməyibdir. Amma dənizim düşüb, bayaq heç düşməmişdi. Çünki şəklim sığışmırdı. Gəlin bottomu silirəm. Top edirəm. İndi isə dənizin düşməsini yox, yuxarı buludlarımı istəyirəm. Bəli, buludlarımız gəldi, burada görsəndi. Amma aşağıda dəniz hissəmiz düşmədi. Çünki ölçü sığışmır. Background position vasitəsilə siz həm top, həm də bağışlayın, həm left, həm də right-dan da ölçülərdən istifadə edərək oradan da şəklinizin müxtəlif hissələrini kəsib götürə bilərsiniz. İndi isə danışaq background position X haqqında danışaq. Gəlirəm bura, bunu eləyək ya da bunu götürək. Bir də buradan repeatimizi açaq ki, təkrarlanmasın. Tamam, background position, bunu da silirəm. Tamam, şəklimiz buradadır. Gəlirəm bura, background position X və Y nədir? Bunlar üzərində danışaq. Sən X yazıram. Sonra yazıram ki, right. Şəklin getdi söykəndi sağa. Bu nə deməkdir? Yəni, background'ın positionu sağ. Right, sağa söykənsin. O deməkdir. Default olaraq onun isə left'i soldan gəlib yazılıb. Bir də burada 20% verdikdə soldan görürsünüz, məsafə götürübdür. Bəlkə də az deyə görmürsünüz. Yəni, bunu eləyək bir 50%. Tamam. Soldan məsafə götürür sağa doğru. Burada məsafə artır. 0 yazdıqda bəlkə də ayaq görərsiniz. Yəni, tam 0 vəziyyətində bura oturmuş formadadır. Məsafəni artırdıqda isə avtomatik şəklim soldan sağa doğru hərəkət eləməyə başlayır. Background position X belə Y-dakı həmçinin yuxarıdan aşağı istiqamətdə hərəkət eləməyə başlayır. İndi isə background origin haqqında danışaq. Gəlirəm bu divimdən bunu silək. Background star cover lazımdırmı? Xeyr, bunu da silirəm. Bir dənə buna border təyin edirəm. Əsas divimə border verirəm. 10 piksel dash et black. Tamam, divimə baxıram. Gəlirəm yuxarıda bir dənə border xəttim var. Yuxarı hissəmdə. Divimin vizi bir də border border box problemi yarandı. Aşağıda bir scrollumuz yaranıb. 90% eləyək bəsimizdir. Tamam. Borderim var və şəklim bu borderə təsir eləmir. Şəkil sadəcə divimin içərisindən başlayır. Gəlirik bura. Yazıram ki, background origin border box. Və gördüyünüz kimi, bura diqqətlə baxsaq, şəklim borderimin altına keçdi. Amma bayaqki vəziyyətdə keçməmişdi. Şəklin border buradan, şəklin bu hissədən başlayırdı. Yəni, background origin bu tip istifadə olunur ki, şəkil divin başlayın. Şəkil divin borderlərində təsir etməsi üçün istifadə olunur. Bir də bunun başqa versiyası bir dəqiqə. Aha, bir də burada var padding box. Padding box isə default olaraq ilk gördüyümüz vəziyyətdir. Yəni, şəklin borderlərin içinə image özü təsir etmir gördüyünüz kimi. Padding boxdakı bu rol oynayır. Border boxda isə bütün borderlərin içinə bu image yerləşir. Tamam, indi isə danışaq liner gradient haqqında danışaq. İlk öncə bu şəklimizi siləhşə atıram. Divimizin özünü bir ekranda görək. Biraz uzaqlaşdıraq 100%. Heytimizdəki 100 VH yox. Artıq olsun 180 VH. Tamam, bu formada bir şey. Gəlirəm buraya yazıram ki, background image sağıram. Line gradient yazıram. Line gradient şəkillərin üzərində biraz belə fon, rəng torluğu, filtrləmə işləri vermək üçün istifadə olunur. Belə gözəl, qəşəng dizaynlarda ortaya çıxara bilərsiniz. Mən buraya yazıram ki, ilk öncə cəhətimi yazıram. To left, virgül, red, virgül, blue. Biraz üzərindən buna baxaq. Tamam, belə bir dənə rəng çağrı çıxdı.
bunun istiqaməti necə təyin olunur, onun haqqında danışaq. Yazmışam ki, to left, yəni sola doğru, qırmızı, göy. Sola doğru, qırmızıdan göyə. Baxıram, sola doğru, bu tərəfə doğru, qırmızıdan göyə. Yəni, to left elə başa düşmür ki, leftdən gedir. Xeyr, to left ora, yönlü hal kimi başa düşün. Bura, istiqamət buradır, to leftdədir, qırmızıdan göyədir. Bu istiqamətdə qırmızıdan göyə. Hətta burada left bottom da yaza bilərsiniz. Bu diaqonaldan bu diaqonala, yəni left bottom buradır. Buradan bura doğru hərəkət edir. Hətta burada siz gəlib bura müxtəlif rənglərdə yazıb belə maraqlı bir dizaynlarda əldə edə bilərsiniz. İndi isə bunun şəkil üzərindən danışaq. Bunu silirəm. Şəklimi siləkdən çıxarıram. Təkrarlanacaq yəqin ki. Bəli, ona görə bir dənə background repeat no repeat deyirəm. Şəklim otursun yerinə. Tamam. İndi isə lapsis background size cover'da deyək. Tamam, şəklin dibinin tam oturdu. İndi isə bu şəkli biraz torantıllaşdırmaq istəyirəm. Bunu necə eləyim? Gələk buradan borderimizi silək. Bizimizi 100% ilə ekranımızın hamısını tutsun. Tamam. Gəlik bura. Background image verdiyimiz yerin qarşısına. Liner. Ara məsafəsi qoymadım deyə. Tamam. Liner gradientimizi açırıq. Liner gradient içində mən bayaq sadə rənglər vermişdim. Siz burada RGB rənglərindən istifadə edə bilərsiniz. Mən bir RGB yaradıram. Mötəzəni açıram. Virgül. Digər RGB-mi yaradıram. 2 rəng çalarından istifadə edəcəm. Çünki biraz tünd rəng istəyirsə 0, 0, 0, məsəl üçün 0,6, 0,3 deyək. Bax, biraz tünd rəngi oldu bu. 0,9. Gələ eyni, həmçə ikinci eləyək. 0, 0, 0, 0,10 deyək buna da. Bu da 0,9. Və line gradientin bitən yerdə URL ilə onun arasında vergüldən istifadə edirəm. Şəklimə baxıram. Çox qaranlıq oldu. 0,9 öyrədi yəqin ki. Opacity-sini biraz düşürdü aşağı. 0,1, 0,1. Tamam. Bu da indi çox ağ oldu. İndi işləyib-işləməyəcəyini bilməyəsiniz. Necə bir görüntü olduğunu bilməyəsiniz. Tamam, gördüyünüz kimi şəklin bayaq ağ rəngdə idi. İlk başda 0,9 qoydum. Yəni oradan istədiyiniz aralıqda bir qiymət verə bilərsiniz. Ən çox, ən yüksək dizaynlar üçün 0 və 0,1-dən daha doğrusu 1-ə qədər olan qiymətlərdən istifadə eləsəz daha yaxşıdır. Daha doğrusu 0,5 0,1 arasında olan qiymətdə istifadə eləsəz daha yaxşıdır. 0,5-dən aşağı olan qiymətlər çox az qiymətli olur deyə istədiyiniz dizayn almaya bilərsiniz. Tamam, 0,6 verirəm və göründüyü kimi şəklimin üzərinə sanki qara bir dənə başqa bir şəkil yerləşdirilib. Bunu background-la eləyə bilərsinizmi? Xeyr. Nəyə görə? Bir divə background color verdikdə və sonra background image verdikdə background image background colorun üstünə çıxır. Ona görə də şəklin üzərinə bu tip dizayn verməkdən ötürü liner gradientdən istifadə olunur. İndi isə background attachment fixet haqqında danışaq. Yəni background attachment nədir, nə iş görür? Bəzən saytlarda qarşınıza çıxa bilər. Şəkil sabit qalır, amma yanındakı divlər, elementlər hərəkət etməyə başlayır. Şəkil aşağı düşsə, şəklin aşağı hissələri də görsənməyə başlayır. Bu artıq background attachment fixetdir. Bunu göstərmək üçün mən burada biraz haşiyələr atacağam. Bir haşiyə yaradaq. Kopyalayaq, yapışdıraq və bunu həmçini divimizdən aşağı da yapışdıraq. Burada istəyən biraz artıraq. Tamam. Burada bir dənə hərf düşüb. Gəlim indi isə bura. Background-uma deyirəm ki, background attachment auto yox. Fixed. Yəni sabit qalır da. Gəlib bura. Aşağı hissələrə düşdükcə, yəni burada şəklin hansı hissələri görsənir. Burada biraz dağlar görsənir. Belə tam görsənmir. Buludlar zad var idi bayaq şəklimizdə. Heç o da görsənmir. Yavaş-yavaş aşağı düşməyə başlayıram. Və şəklim ucu hərəkət eləməyə başlayırsan ki, şəklimin yuxarı hissələri də görsənir. Aşağı düşdükcə, yuxarı qalxdıqca arxa fonda şəklim hərəkət eləyir. Sanki üstündəki elementlərim tərpənir. Background attachment fixetdə bu şəkildə. Yəni saytlarda bəzən ən yuxarı header hissəsində verilmiş backgroundlarda istifadə olunur. Yəni istifadə olunan bir şeydir. Elə deyim ki, lazım deyil, xeyr.
background təzmin istifadə olunan bir şeydir. Background size cover əsas bilməniz vacibdir. Background repeat, no repeat-də ən çox istifadə olunan backgroundların propertilərindən biridir. Bugünkü dərsimiz bu qədər uşaqlar. Biz bugün sizlərlə backgroundlar haqqında ən vacib bütün propertiləri öyrəndik.